Çox böyük təsiri vardır. Çünki mənbə bizim üçün çox önəmlidir ki, ona uyğun olaraq biz nəticə əldə edəcəyik. Alınmasına qalsa sümükliyindən, dişin pulpasından belə, pi toxumasından və ən yaxşısı, ən keyfiyyətlisi yeni doğulan uşağın kordon dediyimiz göbək bağından alınandır. Çünki niyə görə? Ən gənc hüceyrədir. Doğulan anda olan ən gənc hüceyrədir. Ən gənc olduğuna görə böyümə, bölmə, regenerasiya qabiliyyəti çox yüksəkdir. Yəni gənc olduğuna görə biz bundan istifadə edirik. Yəni bütün dünyada mezenximal kök hüceyrə dedikdə yeni doğulan uşağın göbək bağının batonjel hüceyrəsi nəzərdə tutulur. Ən az 30 milyon, ən çox 250 milyon civarında patologiyadan, xəstənin yaşından, çəkisindən və xəstəliyindən asılı olaraq dəyişilir, tətbiq olunur. Həmçinin fibroblast hüceyrə dediyimiz öz qulaq arxamızdan alınan hüceyrə autoimmun olmayan, autoimmun xəstələrdə öz hüceyrəsi əks göstərişli bilirik ki, autoimmun olmayan bütün xəstələrdə edə bilərik, amma yalnız estetik gəncləşmədə. Yəni o qulaq arxasından aldığımız hüceyrəni yalnız üzdə effekt ala bilərik. Ondan nə dizdə, nə bu çanaq oynağında və yaxud vena daxil heç bir effekt ala bilmərik. Pi toxumasına gəldikdə isə mütləq şəkildə pasiyent burada liposaksiya əməliyyatı olub pi çıxarılmalıdır və oradan aldığımız hüceyrə, sentrifugada 60 dəqiqə hazırlanan hüceyrə, bəzən heç 20-40 dəqiqə ərzində belə deyim, maksimum 60 dəqiqə 200 min hüceyrə ola bilər, canlı hüceyrə. Amma mezenximal kök hüceyrədə 30 milyon minimum miqdardır ki, pasiyentə tətbiq edirik. Bu da yalnız estetik sahədə, digər patologiyalarda minimum 50 milyondur. Ona görə də ən yaxşı dünyada mezenximal kök hüceyrədir. Yeni doğulan uşağın göbək bağından alınır və mən bir kök hüceyrə mütəxəssisi olaraq elə ilk gündən də yalnız bunu tətbiq etmişik. Bununla da gözəl, möhtəşəm nəticələrimizi əldə etmişik.